öğrencilər, bugünkü dərsimizdə mexaniki dalğaya aid sualların izahına baxacağıq. Birinci sualımızdan başlayaq. Suyun səthində yayılan dalğanın qrafiki verilmişdir. Hansı nöqtələr arasındakı məsafə rəqsin amplituduna uyğun gəlir? Rəqsin amplitudu dedikdə biz dalğanın hər hansı bir nöqtəsi ilə zamanın məsafə xəttinin arasındakı məsafə nəzərdə tutulur. Yəni bizim amplitudumuz həmən bu məsafədir. Ona görə də 2-5 olacaq doğru cavabımız. Növbəti sual. Dalğanın yayılma sürəti 2 metr/saniyə, rəqslərin periyodu 5 saniyə olarsa dalğa uzunluğunu tapın. Dalğa uzunluğu lambda bərabərdir. V vur T düsturu ilə hesablanır. O da 2 vurulsun 5 eləyir 10 metr. Doğru cavabımız D variantıdır. Növbəti sualımız. Eyni bir cism mühitdə yerləşən iki mənbənin növ1 bərabər növ və növ2 bərabər 2 növ tezlikli mexaniki dalğalar şüalandırır. Bu şüaların mənbələrdən eyni məsafəyə yerləşən nöqtəyə çatma vaxtlarının nisbətini hesablayın. Dalğanın yayılma sürətinin düsturuna baxası olsaq, dalğanın yayılma sürəti V bərabərdir L bölü T düsturu ilə hesablanır. L dalğanın çatdığı məsafədir. T həmin məsafəyə sərf olunan zamandır. Bizə bir cism mühit deyir. Bir cism mühitdə dalğanın yayılma sürəti dəyişmir. Yəni V'miz konstantdır və məsafə olaraq da eyni məsafədir. Yəni məsafəni də sabit saxlayırıq. O zaman bizim zamanımız, sərf etdiyimiz zamanımız T bərabərdir. L bölü V düsturuna əsasən sabit bölü sabit olacaq sabit. Yəni bizim T1 bərabər olar T2'ye. Nisbətlərini istəyir. Həmin nisbət də vahidə bərabərdir. Doğru cavabımız C variantıdır. Növbəti sual. Verilmiş zaman anında mexaniki dalğa yayılan mühitin hissəciklərinin yer dəyişməsinin məsafədən asılı qrafik təsvir edilib. Dalğanın sürətinin 1400 metr/saniyə olduğunu bilərək rəqsin tezliyini hesablayın. Biz məsafədən asılılıqda demişdik ki 4 takta uyğun məsafə dalğa uzunluğudur. 1, 2, 3, 4. 4 takta uyğun məsafəmiz 1 metrdir. Demək bizim dalğa uzunluğumuz 1 metrdir və bizə sürəti verib 1400 metr/saniyə. Bizdən rəqsin tezliyini istəyir. V bərabərdir lambda nu düsturundan nu bərabərdir V bölü lambda ifadəsini alarıq. Yəni 1400/1 o da eləyir 1400 Hz. Bunu isə biz 1,4 kHz şəklində yaza bilərik. Doğru cavabımız E variantıdır. Enində dalğanın birinci və üçüncü çökəkli arasındakı məsafə 10 metrdir. Dalğanın yayılma sürəti 30 metr/saniyə olarsa dalğanın tezliyini hesablayın. Belə bir düstur izahda vermişik. Eninci və M-ci təpə nöqtə arasındakı məsafə M vurulsun lambdadır. İndi bizə deyir ki birinci və üçüncü çökəklik. Deməli mən yazacağım 3/1 vur lambda bərabərdir 10. Onda 2 lambdamız 10 metrdir. Lambdamız olacaq 5 metr. Sürəti verib bizə 30 metr/saniyə. Bu bizdən tezlik istəyir. Nöqtə bərabərdir V bölü lambda. O da bərabərdir 30/5. Eləyəcək 6 Hz. Doğru cavabımız A variantıdır. Növbəti sual. Verilmiş zaman anında mexaniki dalğanın yayılan mühitin hissəciklərinin yer dəyişməsinə asılı qrafik təsvir edilib, dalğanın sürətinin 500 metr olduğunu bilərək rəqsin periyodunu tapın. Yenə də 4 takta uyğun məsafəmiz dalğa uzunluğudur. 1, 2, 3, 4. Yəni dalğa uzunluğumuz 1'dir. Lambda bərabərdir 1 metr. Və bizə sürətimizi də verib 500 metr/saniyə. Bizdən periyod istəyir. Periyodumuz lambda bölünsün V'dir. O da bərabərdir 1/500. Eləyəcək 1000/2. Bunu isə biz 2 millisaniyə yaza bilərik. Doğru cavabımız B variantıdır. Növbəti sual. Verilmiş zaman anında dalğanın yayıldığı mühitdə zərərçəklərin yer dəyişməsinin məsafədən asılılıq qrafiki verilmişdir. Mühitin M və N nöqtələrinin rəqsləri arasındakı fazalar fərqi nəyə bərabərdir? Bunu hər bir hissəmizin fazası pi/2'dir. 1, 2, 3, 4 və 5. Demək ki bizim fazalar fərqimiz 5 dənə pi/2'ye bərabərdir. O da bizdən ötürü 2,5 pi edir. Doğru cavabımız B variantıdır.
Növbəti sual. Yay boyunca tezliği 3 Hz olan dalğa yayılır. Birbirinden 30 cm mesafede yerleşen iki nöqtənin rəqsləri 60 dərəcəlik fazalar fərqi ilə baş verirsə, dalğanın sürətini hesablayın. Deməli, dalğanın sürəti bizə tezlik verilib. Nu bərabərdir 3 Hz. Ona görə dalğanın sürətini mən lambda nu düsturundan istifadə edirəm. Lambda yoxdur. Lambdanın fazalar fərqindən tapacağıq. 2 pi delta r bölünsün lambda. Bize lazımdır lambdan tapmaq. Lambda bərabərdir 2 pi delta r bölünsün delta fi. Bizim delta fi'miz 60 dərəcədə, onun radian qiyməti pi bölünsün 3'dür. Bərabərdir 2 pi vurulsun 30 cm 0.3 yazaq, pi böl 3. Bu eləyəcək 1,8 metr. Gətir bu düsturda yerinə yazarıq. 3 vurulsun 1,8 eləyər 5,4 metr. Bölünsün saniye. Doğru cevabımız 5,4'tür. Növbəti sual. En yüksek tonlu ses dalğasına o aşağıdaki gösterilen niteliklerden hansı uyğundur? Sesler tonu ve gürluğu ilə təyin olunurdu. Gürlük, enerji ve amplitud, ton yüksəklik isə tezlikdən asılıdır. İndi bizə də deyir ki, en yüksək tonlu, demək ki, omegası en böyük olan. Omegalara baxırıq. Bunların içərisində omegası en böyük olan 500 pt-dir. Ona görə doğru cavabımız olacaq C variantı. Növbəti sualımız. Dənizin səthindən dibinə perpendikular istiqamətdə göndərilmiş ultrasəs dalğaları 0,5 saniyədən sonra qəbul edilir. Həmin yerdən dənizin dərinliyini hesablayın. Kəşfiyyat məsafəsinin düsturu VT bölünsün 2'dir. O da bərabərdir 1400 vurulsun 0,5 bölünsün 2. Bu da eləyir bizdən ötürü 350 metr. Doğru cevabımız E variantıdır. Növbəti sualımız. Səs dalğalarının köməyi ilə müxtəlif obyektlərin yerini aşkar etmək və onlara qədər olan məsafəni təyin etmək üsulu necə adlanır? Səs lokasiyasıdır. Olacaq doğru cevabımız A variantı. Səs dalğası bir mühitdən digər mühitə keçdikdə fiziki əməliyyatlardan hansı dəyişir? Bir mühitdən digər mühitə keçdikdə period və tezlik dəyişmir. Dalğa uzunluğu və dalğanın sürəti isə dəyişir. Doğru cevabımız 1-2 E variantıdır. Növbəti sual. Məxsusi periodu 0,2 saniyə olan rəqs sistemində periodu 0,3 saniyə olan periyodik qüvvənin təsiri ilə məcburi rəqs yaranır. Yaranan rəqslərin periodunu hesablayın. Məcburi rəqslərin periyodu tezliyi məcbur etdirici qüvvənin periyodu tezliyinə bərabərdir. Məcbur etdirici qüvvəmizin periyodu 0,3 saniyə olduğuna görə bizim rəqsimizin periyodu elə 0,3 saniyədir. Doğru cevabımız elə 0,3'dür. 5. sualımız. Qrafik təsvir olmuş sönən rəqs edən maddi nöqtənin tam mexanik enerjisi T bərabər 2T zaman müddətində neçə dəfə azalar? Bizim tam enerjimiz Y tam bərabərdir KXM'in kvadratı bölünsün 2'dir. Yəni bunu belə də yaza bilərsiniz. KA'nın kvadratı bölünsün 2. M nöqtəsində A'mız 8'dir. N nöqtəsində A'mız 2'dir. Enerjimizdə A'nın kvadratik düz asılıdır. YN bölünsün YN bərabərdir AM'in kvadratı bölünsün AN'in kvadratı. O da bərabərdir 64 bölünsün 4 eləyər 16. Deməli YN bərabərdir YN bölünsün 16. Neçə dəfə azalar? 16 dəfə azalar. Doğru cevabımız 16 fazalar olacaq. Növbəti sualımız. Yaya bərkidilmiş cismin harmonik rəqsləri zamanı yükün kinetik enerjisini onun potansiyel enerjisine asılı qrafik verilmiştir. A nöqtəsinə uyğun kinetik enerjini hesablayın. Biz bilirik ki, buradakı qiymətlər bizdən ötürü tam enerji idi. Demək ki, bizim tam enerjimizin qiyməti 1,2 jouldur. A nöqtəsinə uyğun potansiyel enerjinin ani qiyməti 0,4'tür. Onda kinetik enerjinin ani qiyməti Y tam çıxılsın Y potansiyaldır. O da 1,2 çıxılsın 0,4 eləyəcək 0,8 joule.
Doğru cavabımız 0,8'dir. Növbəti sual. Harmonik rəqs edən 200 qram kütləli cismin yer dəyişməsinin zamanında hansı qraf verilmişdir? Cismin tam enerjisini hesablayın. Deməli, bizim kütləmiz 0,2 kiloqramdır. Mən VM taparam. VM'imiz 2πxm bölünsün t'dir. Çünki mən qrafikdən xm tapa bilirəm və period tapa bilirəm. 1, 2, 3, 4. 4 taxta uyğun zaman. O da bərabərdir. 2 vur, 3 vur. Xm'imiz 40 cm, yəni 0,4 metrdir. Bölünsün 0,4. Eləyir 6. Onda bizim tam enerjinin düsturunu m və m'in kvadratı bölünsün 2 yaza bilərik. 0,2 vurulsun 6'ın kvadratı bölünsün 2. Bu da eləyir 0'dan. Daha doğrusu 3,6 joule. Doğru cavabımız 3,6'dır. Növbəti sual. Yer səthi yaxınlığında riyazi rəqqasının rəqs periodu t'dir. Neptunun kütləsi yerin kütləsindən 16 dəfə böyük. Radiusunu yerin radiusundan 4 dəfə böyük hesab edərək Neptunun səthində bu rəqqasının rəqs periodunu hesablayın. Biz rəqs periodunun düsturunu belə yaza bilərik. 2πr kök altında L bölünsün Jm. Gördüyümüz kimi R ilə düz, M ilə kök altı tərs asılıdır. Ona görə də T yer bölünsün T Neptun bərabərdir. R yer bölünsün R Neptun vurulsun. Kök altında M Neptun bölünsün M yer. Bərabərdir. Qiymətləri yerinə yazaq. Gəlin kənardan yazaq bunu. T yeri T verib T Neptunu bilmirəm. Bərabərdir. Deyir ki, Neptunun kütləsi yerin kütləsindən 16 dəfə, radiusu isə yerin radiusundan 4 dəfə böyükdür. Yəni mən yerin radiusunun, Neptunun radiusunun yerinə 4 dənə yerin radiusunu yazaram. Vurulsun kök altında, kütləsini isə 16 dəfə çox götürərəm. O da eləyir 4'də 1 vur 4 eləyər 1. Onda elə T Neptun da bərabər olar T'yə. Doğru cavabımız elə o da T'yə bərabərdir. O qədər şagirdlər, kanalımıza abunə olmayı unutmayın. Şərh bölməsində hansı mövzu və suallar istəyirsinizsə qeyd edə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.